ən xoşbəxt günümüzdür. Faşist Almaniyasının üzərində qələbə günümüzdür. Rəhmət, qalanlarla can sağlıq. Uzun ömür arzu edirəm. Amin. İman gəlsin. Özünüzə xoşbəxtlik arzu edirəm. Sağ ol. Sizlə belə. Saatlı da. Yox, sütdür ora. Yox, xəli soğuk. Əsas sümük lazım. Yekəsi oldu deyirsən. Xəli soğuk, dönməz. Yekənin başqadır adını. Qaroğlu mu? Hə. Xahiş edirəm, bir gün qalın. Sapaza sağlam. Allah həmişə gülmək versin. Sadı, mən oraya iclasa da yığılanda gözləyirlər ki, mənim həsrətliklə gəlib təzə bir söhbət edeyim. Mən də olan hadisələri olduğu kimi danışırdım, o da çıxırdı təbii. Hamısı da o müharibədə harda olursa, o müharibənin epizodlarından bir-ikisini danış qoymuşdun da bura. Elə Əhməd da elə danışdı. Yox, indi məsələn... Tarixdir da mı? Tarixdir O belə. zadı indi çıxış edib, vətən müharibəsidir. Bizə bu gün lazım. Orada kəndimizdə çox adam bilmir neçə nəfərdir. Bəli. 650 nəfər kətdən müharibəyə edib. Ondan bu saat 23 nəfəri salamat. İndi o vaxtı 45-dən sonra neçəsi qayıdıb bilirsənmi? O yardımdadır, o rəqəm məndədir. Mən özümkünü bilirdim orada işlətməyini. Amma Qayıtmağı burada ölənlər var da. Ölənlər heç. Müzəffərdə var hamısı. 23 nəfər var eləmirsə. bu saat bax. Hanı da bunlar? Ondan sonra Nə məhəllə. yoxdur? Deyilib bunlar. Yox, bəzi bilmir. Belə danışaq da, Əhməd. Bu ictimai öz daha böyle ictimai təşkilat özləri bunları şey eləməlidir. Mən də ona kim adam var, o da məni kim adam deyəməz. Maraqlanmalıdır. Maraqlanmalıdır. Bugünkü gün üçün maraqlanmalıdır. Bugünkü gün üçün O maraqlanmalıdır. keçidə görə biraz bildirənmədik müəyyən yoldaşlar. Zərər yoxdur. Yenilikdir. İndi Kəndin tarixində yenilikdir. can yenilikdir. İndi Pusat cəmaət onu sual vermir ki, bunu kim açılır? Açılıb. Bəli. O günü görəydiniz ki, o zaten daşqı ilə, haramı ilə, uzun qulaqla, o Nə gündən keçirdilər onu? Can onu. Bu bir. Çıxsın mənim özüm 200 metre aşağıda mənim pay torpağı. Gərək ya çiriz qovlar gediydim, ya çiriz dondar, ya da o zaten çaydan ediydim. Doğrudur. O zaten söyləyəndə, üzr istəyirəm, bu Bakıdan gələndə, buraya gəlmişdi də, bunun belki də artıqdır. Dedi falan yer, dedim yox. Gedək sana subut eləyim ki, bu labüddür. 26-cı ildən bu mövcud olub. 76-da bunu bağlayırlar. Falan kəsin uzbatın. Yox, falan kəsin yanına, falan kəs belə olsun. Falan kəs bağlanır. Yatsınlar. Mən arzu edirəm. O gündə görək. Biz həmin o keçidin yanında, o izin dayanacaq. O bir ay planda var. Planda var o. Bir ay o gündə görürük. İyun ayında başı Vaxt demirəm, onu da görək. Ki poyez orada dayanır, ayında olacaq. aşağı qüsü cəmatı, əlində sumka koylara getmir. Oradan minir. Əvvəli orası, o ətrafı. Onlarda dayanır mı periyoda? Göstərisi olmasın. O ətrafını kimi potdan yeri zadır. O cəsibini Qasım bağımı dönən demişəm. Orayı düzləmək lazımdır. Bir göstərisi olmasın. Düzləməli ki, plan elədi. Plan elədir. Olmaz. Amma o qoyulan iki kimi butka qoyar. Onu lap bir kassa kimdə istifadə edir. olacaq kassa. Ondan sonra Sadı Əhməd Saad Kürüdün apardı. Bu Vermişəm, deyib açır, sonra kimi zəngilə poz dayanacaq. Statistikadan hər kəndin əhalinin çayını verdi, apardı. O söhbət vardı. O Sadı da şəxsən mən Sadı izləyirəm. Nədir? Kürüdünü. Baskımadan. Moskvada da Sami dedi dersem dedi. Kürüdünü derdi dedi ki mənə anlatacağım gerekli. Ən əsası budur. Ürəkdən təbrik edirəm. Beyaz müəllim özü olub orada. Evlərin hamısı bir formada. 7 il. O qədər yüksək mədəniyyətli cəmaatı baxmayaraq ki, mən məsələn atam da gedib, çox qohumlarım da gedib, gəlib.
Düşməndir də. Onu qələbənimsə qeyd edir. Düşməndir. O qədər ali cənabdılar, yüksək mədəniyyətli millətdilər. Da ikinci söhbət ola bilməz. Onlar Ermənistan üzərində qələbə günü münasibətilə yenə də sizi təbrik edirəm. Sizə can sağlığı, uzun ömür arzu edirəm. Bu gün düzdür, müharibədir. İstər böyük vətən müharibəsi istərsə də Qarabağ müharibəsi. Mən bu gün Qarabağ müharibəsinin iştirakçısı kimi öz həmkarlarımı və siz veteranları ürəkdən təbrik edirəm. Sizə can sağlığı, uzun ömür arzu edirəm. Allahdan arzum odur ki, həmişə belə qələbə sevinci sizə və balalarınıza qismət olsun. bu bir Sadıq məlumdur ki 45-ci il avqust adın iyun ayının 22-sində səhər saat 6-da müharibə başlayır. Özü də müharibədən əvvəl Almanlar bütün Avropa dövlətlərini keçirmiş pəncə saldılar. Gələcək fikridir, tarixdən siz bunu bilirsiniz ki, gedək. Tarixdən bunu bilirsiniz ki, dünya hegemonluğudur. Əgər belə desə, mümkündürsə, əgər belə